Salam aleyküm hamıya. Bu kriptoda bir dostumuz soruşmuşdu ki, qabaqcadan TP ilə olacağımız miqdarı necə bilirik də? Bunun üçün qabaqcadan sizə deyim ki, bax bu long short aləti var ha. Bunu əvvəlki videolarda izah eləmişəm. Əgər kimsə bunun istifadə qaydasını bilmirsə, əvvəlki videolarda baxa bilər. Yəni, durub indi bunu izah eləyən deyiləm. Çünki əvvəlki videolarda yenə izah eləmişəm. Neysə. Tutalım ki, belə deyək də, məsəl üçün deyirəm, biz 30 dollar 10x həcmində bir işləm açmaq istəyirik, əməliyyat açmaq istəyirik. Birinci nə edirik? 30-u vururuq 10-a. 30 dollar 10x dedik də. Nə qədər eləyir? 300 dollar. Daha sonra isə bu 300 dolları bölürük 100-ə. Elədir 3, düzdürmü? 3 dollar. Bunu keçdik, yəni bunu unutmayın. İndi gəlirik bura qrafikə. Burada bax bizim tutalım ki, belə bir işləm açmışıq da. Hər hansı bir coinə. Bax buradan giriş nöqtəmizdən, bax tam giriş nöqtəmizdən shift'i basıb saxlayırıq, çəkirik yuxarı ta təpəyə qədər. Neçə faiz elədi? 0.38. Düzdürmü? Bax bura yazdı 0.38%. Əgər yüksəliş olsa, bu elədiyimiz analizə uyğun. Biz TP olacağıq. İndi nə edirik? 0.38. Həmin bu 3 var idi ya, bayaq hesabladığımız. Bu 3'ü vururuq 0.38-ə. Nə qədər eləyir? 1 dollar 14 sent. Deməli, biz TP olsaq, 1 dollar 14 sent pul qazanacağıq. Bayaq dediyim məbləğlə də. Burada isə stopumuz nə qədər olacaq? Baxın, yenə də bu girişdən shift'i basıb saxlayıram axıra qədər, ta TP nöqtəsi, stop loss xəttinə qədər də. Nə qədər eləyir? 0.19, 0.20 də belə deyək. 0.20. Yəni 20% bu düşüş eləsə bizim ziyanımız nə qədər olacaq? Həmin o bayaqki 3 var idi ya. Bax o 3'ü vururuq indi 0.20-yə. Nə qədər elədi? 0.60 sent. Yəni biz stop olsaq, bizim stopumuz olacaq 0.60 sent. Bayaq başda dediyim şeylə, qiymətlərlə, x-la və risk atacağımız pulla. Yəni, bu qədər sadə, burada çətin heç nə yoxdur. Bir dənə prosto dediyim kimi, bu long short alətlərin istifadə qaydasını bilmək lazımdır. Onu da əvvəlki videolarda izah eləmişəm. Kanala girib o long short alətlərin istifadə qaydası videosunu tapıb baxa bilərsiniz. Yəni, çox sadədir.